Her bir vaxtınız xeyir olsun YouTube kanalımızın izləyiciləri. Xoş gördük hər kəsi. Bugün sizlər üçün möhtəşəm 2 dənə bir ev çəkəcəm. Mərdəkandayıq, 9 sot yarımın içində yerləşir hər iki ev. İkisinin də qiyməti 750 min manatdır. Allah olmayanlara nəsib eləsin. Gəl birinci buradan başlayaq. Gözəlliyə bax. Mərdəkanda daimi yaşayış olan bir massivdə yerləşir evimiz. 300 kvadratlıq bir evdir, 9 sot yarımdır. Kifayət qədər deyərdim, yaşıllığı var. Bəzən izləyicilərim deyirlər ki, qardaş orada nə var, yaşıllıq falan. Qardaş, yeni bağdır da, yeni. Yeni bağda yeni ağac olar. Allah hər kimə nəsib eləyəcəksə, özü də bu ağaclara qulluq eləyəcək. Uşaqlarla bir yerdə böyüyər. Nətər dedim? Gəl. O işıqlara bax, divar işıqları. Çox qəşəng. Burada da genişlik, stol qoyun, toy nişan eləyin, ad gün eləyin. Allah hər bir evdə xoş günlər nəsib eləsin sizlərə. Burada manqalı, manqalın yanında suyu, hər şeyi hazırdır. 11 metrlik hovuzu, 5 metr enində, 1.60 dərinliyində daşma tipli hovuzu da var. Burada hovuzun filtre sistemi yerləşdirilib. Yanında 12 tonluq su ambarı var. Burada evin, həyətin daha doğrusu sanitar qovşağı, gözəl rəng tonu var kafellərin. Halal olsun. Evdə bütün kamera sistemləri quraşdırılıb. Ev tam əşyalıdır. Fikir verirsiniz, yerdə də beton vurulub. Üstünə də keramograniti vurulub. Kondisionerlərini burada görürsünüz. Kameraları var. 7-8 dənə kamera qoyulub. Burada evin kombisi. 50'lik kombi. Bu arada Nova Çin'indi ama fabrik malıdır. Onu da deyim. Yani mükemmeldi deyərdim ki. Nova çok qəşəng bir kombidir. Evin yan tərəfində də bunu niyə sizə tam ətraflı göstərirəm? Yəni əziyyət çəkməyəsiniz. O qədər olur ki, elə bax belə videonu göstərirəm. Deyirəm ki, gəlin baxın, diricə baxmışıq da hər tərəfinə. Buradan da yenidən qayıtdıq həyətə tərəf. Gəlin indi daxil olaq. Bu 300 kvadratlıq gözəlliyi sizlərə təqdim edeyim. Bu yağış dəyildi. Gəl. 300 kvadratlıq bir evdir. Açıq rəng tonlarına istifadə olunub, geniş bir koridoru var. Evdə qaz, su, işıq daimidir. Tam isti döşəməlidir. Zala bax. 5 metr hündürlüyündə tam əşyalı 55 kvadratlıq bir zal. Damaşdıqlarımın da səsinə qəşəng gəlir. Burada 28 kvadratlıq bir mətbəx. Mətbəxdə bütün əşyalar qoyulub, tam hazırdır. Əla. Gəl davam eləyək. Evdənsə bura yaxşıdır, bax. Yayda bütün günü buradasın. 110 kvadratlıq bir söhbətgah, hər tərəfi açılır. Qış aylarında da rahatlıqla istifadə edə bilərsiniz. Çünki isti döşəməlidir. Burada da mətbəxdə kiçik bir mətbəx qurulub. Burada da nə deyirlər? Adı yadımdan çıxdı. Xaladelniki, soyuducusu qoyulub. Piltəsi var, qaz piltəsi var, su umvalniki var. Rəng tonu mükəmməldir. Bunun tavanı da çox xoşuma gəldi. Bax, tavana bax. Yayda qəşəng yandırırsan, heç kondisioneri var, düzdür. Kondisioneri var, amma heç ona ehtiyac yoxdur. Gör nə qəşəngdir tavan. Əllərinizə sağlıq. Hər kim düzəldibsə çox zövqlə iş görüb. Mənim işim deyil, amma adamın üstündə Allah var, gərək gördüyünü düzün desin. Yenidən daxil olduq evə. Evin bütün şəkilləri, videoları var. Necə tikinti gedib. Ona da gəlib yerində tanış ola bilərsiniz. Burada 22 kvadratlıq bir yataq otağı. Əşyaları qoyulub.
Bu da qəşəng şəkildir. Burada çamaşırxana. Burada valideyn otağı. Görün döşəyi yumuşaqdır. Baxın. Necə yumuşaq döşəkdir. Valideyn otağının özünün dolabı. Bu nədir belə? Yəqin qızıl falan qoymaq üçündür. Qızıllar zadı. Hə? Bax. Burada da baxın onun çox xoşuma gəldi. Burasını da yandırım. Yoxsa yanmır. Buna bax, orada bir dənə balaca türk hamamı var. Qəşəng dizayndır. Maşallah Mərdəkanda günü-gündən fərqli şeylər görürük, fərqli evlər görürük. Biri-birindən gözəl. Burada evin ümumi sanitar qovşağı. Burada da evin sonuncu yataq otağı. 20 kvadratlıq bir yataq otağıdır. Evdə ümumilikdə 3 yataq otağı var, 3 sanitar qovşağı var, bir zal, bir mətbəx var, bir də çamaşırxana var. Allah olmayanlara nəsib eləsin. Allah kirayədə yaşayan vətəndaşlarımız üçün bundan daha gözəl evlər nəsib eləsin inşallah. Şərt valla sarayda yaşamaq deyil. Bir dənə balaca o atalarımızın sözü var. Bir balaca daxmam olsun, amma xoşbəxtçiliyim olsun. Mən sizlərə xoşbəxtçilik arzulayıram. Mərdəkanda Teymur Quliyevdə bu ev 9 sot yarımın içində 290 kvadratlıq. Bu ev 750 min manata satılır. Əgər dostunuzla, qohumunuzla, qardaşınızla qonşu olmaq istəyirsə, eyni bu gördüyünüz evdən biri də yanında var. Sağ olun, özünüzdən müğayət olun, özünüzə yaxşı baxın. Hələlik.